Salam, hörmətli və dəyərli izləyicilər. Biz yenə davam edirik. Bugün biz sizə nisbi hündürlük, mütləq hündürlük haqqında qısa məlumat verməyə çalışacağam. Xatırladım ki, bunlar sinif kitablarında olan əsas xəritə, sxemlər, şəkillərdir ki, bunları biz izah etməyə çalışırıq ki, sizə kömək olmuş olsun. Bugünkü 2 burada hissə var. Nisbi hündürlük və mütləq hündürlük. Yəni, birinci baxaq ki, nisbi hündürlük nədir, mütləq hündürlük nədir? Nisbi hündürlük, yəni, iki məntəqə arasında hündürlük fərqidir. Məsələn, nisbi hündürlüyü biz demək, iki məntəqədir. Məsələn, deyək ki, bu A məntəqəsi, bu B məntəqəsi. Bunlar arasında hündürlük fərqi, bax, bu hissə olacaq nisbi hündürlük. İki məntəqə arasındakı hündürlük fərqinə nisbi hündürlük. Necə tapılır? Məsələn, A yerləşir 15 metr, məsələn, deyək. B yerləşir 5 metr. Bunun nisbi hündürlük bərabərdir 15 çıxılsın 5 bərabərdir 10 metr. Deməli, bunun nisbi hündürlüyü 10 metr olacaq. Yəni, nisbi hündürlük, bir daha deyirəm ki, 2 nöqtə arasında, iki hündürlük arasında hündürlük fərqinə nisbi hündürlük deyilir. Yəni, biz 5 metrdən bu B məntəqəsinə getmək üçün neçə metr məsafə var? Yəni, 5-dən 15-ə kimi bu olur nisbi hündürlük. Və nisbi hündürlüyü də gördüyünüz kimi, yəni, düz xətt boyunca hesablanır. Yəni, biz bu formada gedəndə bu nisbi hündürlük sayılmaz. Sadəcə məsafədir. Məsələn, deyək ki, burada AB məntəqələri çəkmişik. İndi təsəvvür edin ki, baxın, B məntəqəsi 5 metrdir. Bax, bu A-dan bu 5-ə qədər belə bu nisbi hündürlük sayılmır. Bu A-dan 5-ə qədər məsafədir. Məsafə. Yəni, bu məsafə sayılır. Amma nisbi hündürlük isə birbaşa düz xəttdən çəkilir. Yəni, düz xəttlə hesablanır. Yəni, 15-dən 5-ə düşəndə neçə metr düşürük? 10 metr düşürük. Amma məsafə fərqli ola bilər. Məsafə B-dən A-ya gedəndə o məsafə dəyişə bilər ki, sən hansı istiqamətlə gedirsən, necə gedirsən, hansı formada gedirsən. Bax, budur nisbi hündürlük. Bura isə AB məntəqə, bura B, burada A. Bunlar arasındakı məsafədir. Nisbi hündürlük deyil. Yəni, nisbi hündürlük A-la B-nin düz xəttlə birləşdiririk, olur hündürlük fərqi nisbi hündürlük. Bu nisbi hündürlük. Sonra keçək mütləq hündürlük nədir? Şəkildə göründüyü kimi, mütləq hündürlük düz xətti hardan başlayır? Dəniz səviyyəsindən. Bu okeanda ola bilər, adətən testlərdə okeanda düşür. Sonra çayın dənizə deyib töküldüyü göstərilir və o dəniz çay kimi də götürülə bilər. Yəni, burada görünür ki, mütləq hündürlük neçədən hesablanır? 0 metrdən hesablanır. Məsələn, deyək ki, dəniz səviyyəsinə və yaxud okean səviyyəsinə hesablanan hündürlüyə mütləq hündürlük deyilir. Yəni, neçə metrdən? 0 metrdən. Bura bəzən suallarda, testlərdə dənizdə yazılır. Yəni, dəniz. Bəzən okean yazılır. Bəzən də hər hansı çay gəlir, dənizə və yaxud okeana tökülür. Bu formada da verilir. Yəni, bunlar 0 metrdən hesablanır. Məsələn, deyək ki, buraya yazaq B məntəqəsi. B məntəqəsinin hündürlüyü, məsələn, deyək ki, Azərbaycan deyək ki, ən hündür zirvəsi 4466 metr. Bunun mütləq hündürlüyü elə həmin ədəddir. Çünki mütləq hündürlük dəniz səviyyəsində hesablanır. Yəni, bu formada hesablanır. Və bu olur mütləq hündürlük. Mütləq hündürlük. Yəni, hər hansı nöqtənin, bəzən fiziki xəritələrdə onun hündürlüyü verilir. Fiziki xəritədə verilən hündürlüklər onun elə mütləq hündürlüyüdür. Yəni, okean səviyyəsi neçə metr? Hündürlükdə isə 0 metrdən. Okean səviyyəsində 0 metr hesablanır. 0 metrdən hesablanırsa, bu olur mütləq hündürlük. Və bir daha deyirəm ki, məsələn, B məntəqəsindən, məsələn, buraya yenə B adlandırsaq və B-dən, da ki, buranı C adlandıraq, B var.
C-dən B-yə gələndə bu mütləq hündürlük sayılmır uşaqlar. Mütləq hündürlük bax C-dən düz gəlir okean səviyyəsinə kimi. Bu olur mütləq hündürlük. Məsələn, deyək burada da mütləq hündürlük 4466-dır. Mütləq hündürlük ola bilər 100 metr ola bilər. Yəni fərqi yoxdur. Yenə deyirəm ki, həmin nöqtədən düz gəlirik. Bu olur mütləq hündürlük və okean səviyyəsinə hesablanır. Dəniz səviyyəsi və yaxud okean səviyyəsi də doğrudur. Deməli, mütləq hündürlük okean səviyyəsində hesablanır, 0 metrdən hesablanır, dəniz və yaxud da okean da ola bilər, çay, qovşan hissəsi də ola bilər, bu da doğrudur. Nisbi hündürlük iki məntəqə arası hündürlük fərqidir. Yəni, şaquli olaraq hansı məntəqədən digər məntəqəyə düşürsən, bu olur nisbi hündürlük. Və şaquli olaraq nöqtədən okean səviyyəsi 0 metrə düşürük, bu olur mütləq hündürlük. Sualım sizədir ki, Azərbaycanın mütləq hündürlük, yəni Azərbaycanda mütləq hündürlük hansı dənizdən hesablanır? Bir daha deyirəm ki, Azərbaycanda mütləq hündürlük hansı dənizdən hesablanır? Rəylərdə cavablarınızı yaza bilərsiniz. Təşəkkür edirəm.